Niye? Buraya getirdiği Kızıladlı'ya başka yer yoktu. Size Kızıladlı'dan miyiz? Yok. Ben razıyım. Ben razıyım. O kadar problem var Qızılacıqda. O kadar say sambal yoxdur demək olar. Yəni o bu itixana tikilmə məsələsidir. Bu axırıncı dərəcədə ola bilər. Elə deyilmi? Birinci insanların o kadar problemləri var. Qocalar var, uşaqlar var. Bugünkü gün uşaq məktəbə gedəmir. Milli ki, mənim uşağım deyir, ay badə, yağış yağdı, eləsi gedəmirik deyir. Bax, problemlər budur, çoxdur. Yəni mən narazıyam bu işlərdə. Bunu eləyirlərsə də bu kənarda eləsinlər. Gətir yaxına salacaqlarsa da bu da bir problem olacaq, elə deyilmi? Qızıl Hacılı sakinləri nümunə olaraq Yoda ərazisində fəaliyyət göstərən donuz fermasını göstərirlər. Onların sözlərinə görə, ferma yaşayış məntəqəsindən uzaqda yerləşməsinə baxmayaraq, Qoxucanda qəsəbəsində, hətta Marniyuli şəhərinin mərkəzində belə hiss olunur. Çox pis belə şey gəlir kəndin, rayonun içində. O zibilxananın yanında deyirlər, eləmi? Ha, bu kəndin başıdır, rayonun başıdır. Bu qədər əhaliyə əlbəttə ziyan eləyəcəkdir. Bunun iyisi vardır, qoxusu vardır, nə bilim mən. Kim ona baxacaq orada ki, onu elə saxlayırlar orada? Gəlsinlər, ceyran saxlasınlar, cüyü saxlasınlar. Belə şeylər. Nə gün yaşayırıq? Yol düzəltmirlər. Toz içində Nəyə xarc qırılırıq biz burada. Xarcı bir yola çəksinlər da. Baba nə gündədir buralar? Bir baxın da baxın. Baxın. Belə bax. Nə gündədir? Rayonun Marnolda Qızılacıya gələnə kimi orada probka yaranır. Bəlkə də 100 maşın bir-birinin qabağına keçə-keçə oradan keçə bilmirlər. Bu nə? Belə yol mu olur? Tiflisdən Polnisə qədər kim baxmalıdır? Bizə Qızılacı içində belədir. Amma get Polnisə elə bilirsən ki, şəhərdir. Burada keçməm. Niyə Marnoli? Buranın kəndi xalqı çoxdur. Niyə it yer olsun? Buranın cəmaata heç yer çatmır.